Ondan sonra bugünkü dərsimizdəki sonuncu hədis gəlir. Dəstəmaz alarkən sağ tərəflə başlamağın əmr olunması barədə. Ən Əbi Hureyra radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi və səlləm İzə təvadda'tum fəbdəu biməyaminikum əxrəcəhul ərbəə və səhəhu İbn Xüzeymə. Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Dəstəmaz aldığınız zaman sağ tərəfinizlə başlayın. Hədis Sünən Ərbəədə gəlib. Sünən Ərbəə hansılar idi? Qeyd etmişdik. Sünən Əbu Davud, Sünən Tirmizi, Sünən Nəsai və Sünən İbn Məcə. Və bu hədisi İbn Xüzeymə rahimehullah səhihləşdirmişdir. Bu hədisi İbn Həcər rahimehullah nəyə görə bundan əvvəlki Ayşə radiyallahu anhənin hədisindən sonra gətirdi? Baxmayaraq ki, Ayşə radiyallahu anhənin hədisində də sağ tərəflə başlamaq haqqında gəlmişdi bütün işlərdə. Ona görə ki, bu hədisdə başqa bundan əvvəlki hədisdən fərqli olaraq əmr gəlib. Əmr gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sağ tərəfinizlə başlayın deyir. Və ümumiyyətlə əsl budur ki, əmr vacibliyi bildirir. Əmr vacibliyi bildirir. Bunun vacib olmasını dəstəmazda birinci sağ tərəfin, əllər yuyarkən birinci sağ tərəfi, yəni qolları yuyarkən birinci sağ tərəfi, sonra sol tərəfi, ayaqları yuyarkən birinci sağ tərəfi, sağ ayağı, sonra sol ayağı yumağı vacib görən alimlərdən Şeyx Abdüləziz İbn Bəz rahimehullah görüb və həmçinin bunu Razi rahimehullah İmam Əhməd rahimehullaha nisbət edib. Zərkeşi rahimehullah deyir ki, bunun İmam Əhmədə nisbət olunması münkərdir. Və deyir ki, İmam Əhməddən, həmçinin İmam Şafiidən nəql olunmuşdur bu barədə sözlər. Və deyir ki, İmam Əhməddən bu barədə, yəni sağ tərəflə başlamağın vacib olması barədə bir şeyə deyir ki, rast gəlmədim. İbn Dəqiq, daha doğrusu İbn Qudamə rahimehullah buyurur ki: "Və la yecibu tərtib beynəl yumna vəl yusra la na'lamu fihi xilafən." Sağ və solda tərtibdədir ki, vacib deyildir. Sağ və solda tərtib vacib deyil. Yəni sol birinci yusan, sonra sağı yusan dəstəmaz səhihdir. Lakin fəziləti itirirsən. Və deyir ki, bu məsələdə alimlər arasında mən xilaf bilmirəm. İxtilaf olduğunu bilmirəm. Və cümhur alimləri də bu rəydədirlər ki, sağ tərəflə başlamaq vacib yox, müstəhəbdir. Və İbn Xüzeymə rahimehullah bu hədisin əvvəlində bab açarkən, fəsil açarkən, fəsilin başlığında buyurur ki, Bəbul əmr bittəyamun fil vudu'i əmrə istihbəbin lə əmrə icəb. Dəstəmazda sağla başlamaq fəsli, sağla başlamağın əmr olunması fəsli və buyurur ki, müstəhəblik əmri, vaciblik əmri yox. Buradakı əmr deyir, müstəhəblik əmridir, vaciblik əmri deyil. Burada bu hədisdə gələn əmri müstəhəbliyə çevirən nədir? Bunu müstəhəbliyə çevirənlərdən birisi, yəni Quran-ı Kərimdə olan ayədir. Allah təala buyurur ki: "Fəğsilu vucuhakum və eydiyakum iləl marafiq." Üzünüzü yuyun və əllərinizi dirsəklərlə bərabər yuyun. Allah Teala əlləri və ayaqları yumağı əmr etdi. Lakin birinci sağ tərəfi, sonra sol tərəfi yumağı əmr etmədi. Bu da ona dəlildir ki, vacib olan əlləri, ayaqları yumaqdır. Hansı formada olsa da bu caizdir.
Lakin müstəhəbdir ki, birinci sağ tərəfi yuyulsun, sonra sol tərəfi yuyulsun. Və deyir ki, fəqihlər əlləri ayrıca bir üzv hesab eləyərdilər, ayaqları ayrıca bir üzv hesab eləyərdilər və onların birisinin arasında tərtibi vacib görməzdilər. Yəni birinci sağ əli, sonra sol qolu, yəni birinci sağ qolu, sonra sol qolu yumağı vacib görməzdilər, əksinə sünnə görərdilər, müstəhəb görərdilər. Amma əzalar arasındakı tərtib barədə isə əzalar arasındakı tərtib barədə, yəni birinci əllər, yəni qollar, sonra ayaqların yuyulması, yəni birinci qolların yuyulması, daha doğrusu birinci üzün yuyulması, sonra qolların yuyulması, sonra başa məs çəkilməsi, sonra ayaqların yuyulması, bu tərtib barədə isə inşallah gələn dərslərdə hədislər gələcək. Və şeyh buyurur ki, وَقَدْ مَضَى أَنَّ الْإِجْمَاءَ قَدْ انْعَقَدَ عَلَى أَنَّ الْبَدْءَ بِالْيَمِينِ إِنَّمَا هُوَ عَلَى سَبِيلِ النَّدْبِ كَمَا نَقَلَهُ النَّوَوِي وَابْنُ قُدَامَةَ وَاللّٰهُ أَعْلَمُ. Və deyir ki, necə ki İmam Nəvavi və İbn Qudamə rahimehumullah da icma nəql etmişdilər ki, sağ tərəfdən başlamaq, yəni dəstəmazda qolları yuyarkən birinci sağ qolu yumaq, sonra sol qolu və ayaqları yuyarkən birinci sağ ayağı, sonra sol ayağı yumaq müstəhəbdir, vacib deyildir və buna icma nəql etmişdilər. Və İbn Hüseymin rahimehullah da bu hədis haqqında buyurur ki, "El-emru huna ala hal huwa lil-vücub am lil-istihbab." Deyir ki, bu hədisdəki əmr, yəni birinci sağla başlamaq vacibliyi bildirir, yoxsa müstəhəbliyi bildirir. Və İbn Hüseymin rahimehullah da buyurur ki, "Huwa lil-istihbab." Buradakı əmr müstəhəbliyi bildirir. Sağ tərəfdən başlamaq müstəhəbdir. Çünki Allah Teala buyurdu ki, "Və eydiyekum ilal-marafiq." Qollarınızı dirsəklərlə bərabər yuyun. "Və lem yurattib." Amma qollarda yumaqda tərtib bildirmədi. "Və innema rattaba beynel a'da dunal udwayn allazayn huma fi maqami udwin wahid." Allah Teala Quran-ı Kərimdə bir-birindən ayrı olan əzaları tərtib elədi. Lakin eyni olan iki əzanı arasında tərtib qoymadı. Yəni qollar arasında və ayaqlar arasında tərtib qoymadı. Qollar ayrı bir üzvdür, ayaqlar ayrı bir üzvdür. Və hədisin faydalarından İbn Hüseymin rahimehullah buyurur ki, "Enne teyammun fil vudu sabitun bis sünneti fi'liyye ve sünneti qavliyye." Deyir ki, dəstəmaz alarkən sağ tərəfdən başlamaq həm fiili sünnədə sabit olmuşdur və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemin sözlərində dediyi sözlərlə bilinən sünnələrdə sabit olmuşdur. Fiili sünnədə sabit olması Ayşə radiyallahu anh'ın hədisində gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dəstəmaz alarkən sağ tərəflə itməyi, sağ tərəflə başlamağı xoşlayardı, sevərdi və qavli sünnələrdə isə, sözü ilə dediyi sünnələrdə isə sabit olması bu hədisdən bildirilir. Və bu hədislə bugünkü dərsimizi yekunlaşdırırıq. Allah Teala eşitib faydalanlardan eləsin. Allah Teala bizdə öz dinində fəqih olanlardan eləsin. Allah Teala bizi onun dinini ən gözəl şəkildə öyrənərək, əməl edərək yaşamağı bizlərə nəsib eləsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi ecmaîn. İhlasla.com saytı tərəfindən təqdim olundu.